Salam müəllimlər. Deməli sizə 2 dənə maraqlı testi tanış eləmək istəyirəm. Sürtünmə qüvvəsinə aiddir. Deməli, birinci sual belədir. Sürtünmə əmsalı 0,2 olan səthdə 10 kiloqram kütləli cisim şəkildəki kimi 50 Newton qüvvə ilə dartılır. Cisim hərəkət etmədiyinə görə ona təsir edən sürtünmə qüvvəsi neçə Newton olar? Deməli, bu qüvvəni proyeksiyalara ayırmaq lazımdır, hökmə. Bu proyeksiyalara ayırmaq lazımdır. Deməli, bu olacaq bucağa bitişik katetə kosinus deyirlər. Bu olacaq F vır. Deməli, kosinus 37 0,8. Bir də deməli, bu olacaq F-in sinus 37'si 0,6 F. İndi mən cisimi sağ tərəfə dartıramsa, sürtünmə sola yönəlir də. Özdə burada sükunət sürtünməsi yaranacaq. Çünki cisim hərəkət etmir. Deməli, hərəkət etmirsə, bu sağa çəkən qüvvə sola çəkən qüvvəyə bərabərdir. Onda burada nə olacaq? F vır 0,8 bərabərdir F sükunətə və sükunət sürtünmə qüvvəsi bərabər olacaq. F də verib də bizə 50. Deməli, 50 vur 0,8. Bu da eləcək. Deməli, 40 Newton. Cavab D variantı. Və keçək digər suala. Bax, digər sualda belədir. Digər sual belədir ki, deyir ki, kütləsi 23 kiloqram olan cisim 50 Newton qüvvə şəkildəki kimi təsir edir. Cisim sabit sürətlə hərəkət etdiyinə görə onun səth arasındakı sürtünmə əmsalını tapın. Deməli, yenə də bu qüvvəni proyeksiyalara ayırmaq lazımdır. Deməli, Fx bir də Fy. Deməli, biz bilirik ki, bucağa bitişiyə katetə kosinus deyirlər. Bu olacaq 50'nin kosinus 37'si 0,8. Bu da eləyir 40. Bu 40'dırsa, bu eləcək 30 da. İndi bu 23 kiloqramdırsa, bu yerə 230 Newton qüvvə ilə təsir eləyir. Plus da burada dayağı reaksiya qüvvəsi var. Dayağa perpendikulyardır. İndi bu sağa doğru gedirsə, sürtünmə hara gedəcək? Hərəkətin əksinə. Sürtünmədən söhbət gedir. Özü sabit sürətlə hərəkət edir burada. Sabit sürətlə nə deməkdir? Deməli, cisim sabit sürətlə hərəkət etdi. Onun səth arası sürtünmə əmsalını tapın. Bu rahat bir sual. Deməli, burada nə olacaq? Deməli, yuxarı çəkən N plus 30 bərabərdir 230'a və buradan N'i tapacağım 200. N'i tapdım 200 və sürtünmə qüvvəsi bilirik ki, N düsturlu hesablanır. İndi hərəkət bərabər sürətlidirsə, deməli biz bilirik ki, sağa çəkən sola çəkənə bərabərdir. Onda bu olacaq F sürtünmə yenə 40 yazacağım. Buradan nü tapanda 40'ı bölürəm. Deməli 200'ə. Bu da eləcək 1 bölünmüş 5. Bu da eləcək 0,2. Deməli cavab olacaq B variantı. Diqqətinizə görə sağ olun.